Bugün ilk dəfə olaraq feyxuadan mürəbbə hazırladım. Mürəbbə üçün seçdiyiniz feyxualar çalışın ki, nə çox yumşaq, nə də çox bərk olmasınlar. Orta yumşaqlıqda olsunlar. Hamısını təmiz-təmiz yuduqdan sonra baş hissələrindən azca kəsib, zolaqvari soyuruq və qaralmaması üçün adi soyuq suyun içərisinə əlavə edirik. 1 kiloqram meyvə üçün 1 kiloqram şəkər tozu və yarım stəkan, yəni 100 ml də su götürürük. Şirənin suyu sizə az gəlməsin, çünki feyxua sulu meyvə olduğu üçün öz suyunu çıxardacaq. Və biraz belə qarışdırırıq. Şirə artıq qaynamağa düşmək istədikdə meyvələri də içərisinə əlavə edirik. Və feyxuaları gür odda 5 dəqiqə müddətində qaynadıb ocağı söndürürük. Mürəbbə ilıq hala gələnə qədər gözlədirik ki, şirəni öz canına çəksin. Mürəbbə ilıq hala gəldikdə yenidən ocağı yandırırıq və gür odda tam hazır olana qədər bişiririk. Sonda mürəbbənin kənar hissələrinə ağ köpüklər yığılır, bunları da yığıram və tam hazır olduğunu bu cür yoxladıqdan sonra ocağı söndürüb soymasını gözləyirəm. Əzilmədən, dəndən qalan qeyri-adi bir dadda, bir qədər turş məzə, bir qədər şirin, çox ətirli bir mürəbbə alınır. Hazırlamayanlar mütləq hazırlasın. Yeni videolarda görüşmək ümidi ilə. Hələlik.